Xoş gördük, hörmətli izləyicilərimiz. Günün nəbzinə uyğun olaraq ölkədə və dünyada baş verənləri sizinlə paylaşmaqdan məmnuniyyət duyuruq. Odur ki, bizdən ayrılmayın. Kanalımıza abunə olub, bəyənməyi və paylaşmağı unutmayaq. Keçək xəbər lentimizə. Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən Naxçıvana edilən dron hücumları barədə bəyanat yayıb. İran səfiri nazirliyə çağırılıb. Martın 5-də günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Nuxçıvan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, bir ədəd dron Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarına qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirə salınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır, deyə bəyanatda vurğulanıb. Bildirilib ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müçtəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək.